Salam, hər vaxtınız xeyir dəyərli müəllimlər. Mən Rauf Neymətzadə. Bu videonu diqqətlə sona qədər dinləsəz, inanıram ki, sizlər üçün faydalı olacaq. Bu gün danışacaqlarımız bizlərin karyeramızla bağlıdır. Ümid edirəm paylaşacağım məlumatlar sizə həm motivasiya, həm də istiqamət verəcək. Bildiyimiz kimi 2026-cı ildə fiziki tərbiyə ixtisası üzrə sertifikasiya imtahanı təşkil olunacaq. Bu videonu çəkməkdə məqsədim ondan ibarətdir ki, bir çox müəllimlərin hazır dəqiq məqsədi olmadan sertifikasiya imtahanına, bu imtahana hazırlaşdığını və həmən bu sertifikasiya imtahanına ötəri yanaşdığını müşahidə etməkdir. Əslində bu imtahan, bu sertifikasiya imtahanı sadəcə qiymətləndirmək deyil, biz müəllimlərin karyerasını müəyyən edən ciddi mərhələdir. Yəni mən istərdim ki, bu videodan sonra siz daha məqsəd yönlü, daha planlı şəkildə imtahana hazırlığa başlayasınız. Mən öz şəxsi təcrübələrimə əsaslanaraq bu gün sizə MİQ və sertifikasiya imtahanına necə effektiv hazırlaşmaq lazım olduğunu addım-addım izah edəcəm. Gəlin ilk öncə bu sualı aydınlaşdıraq ki, sertifikasiya imtahanına kimlər cəlb olunur? Sertifikasiya imtahanına hal-hazırda təhsil müəssisələrində ən azı 3 il müddətində çalışan müəllimlər, yəni işə qəbul olduğun ildə 3 il müddətində həmən təhsil müəssisəsində fəaliyyət göstərirsənsə, sertifikasiya imtahanına cəlb olunacaqsın və yaşı 60-dan az olan müəllimlər sertifikasiya imtahanına cəlb olunurlar. Yaşı 60-dan çox olan müəllimlər isə könüllü şəkildə sertifikasiya imtahanında iştirak edə bilərlər. Bizim fiziki tərbiyə dərslərində daha çox praktik hissəyə yer verildiyi üçün bir çox müəllimlərin həqiqətən nəzəri bilikləri zəif olur. Bu da sonunda həmin müəllimlər üçün imtahan prosesində çətinlik yaradır. Yəni müəyyən olunmuş keçid balını toplamaqda çətinlik çəkirlər. Keçid balını toplaya bilməyən müəllimlərdə əlavə 1 il işləmə şansı verilir. Həmən növbəti ildə də keçid balını toplaya bilməsələr, təəssüf ki, əmək müqaviləsinə xitam verilir, işdən azad olunur. Amma burada məqsədimiz sizi qorxutmaq deyil, imtahana daha effektiv, daha planlı şəkildə hazırlaşmağın yollarını göstərməkdir. Mən istəməzdim ki, bizim fiziki tərbiyə ixtisası üzrə çox sayda müəllim imtahandan kəsilsin. Bu da bizim sahə üçün bir növ arzu edilməz vəziyyətə çevrilsin. Əksinə istəyirəm ki, hamımız bu mərhələni bir növ uğurla başa vuraq. Bizlərə çox tanış gələn bizim məsələmiz var ki, hələ vaxt var düşüncəsi var ki, hamımız fikirləşirik ki, imtahana hələ 7-8 ay var, 6-7 ay var. Bugün oxumayım, sabah oxuyaram, sabah oxumayım, birisi gün oxuyaram, bu ay oxumayım, gələn oxuyaram. Bir növ günü-günə sata-sata gedirik. Bir də baxıb görürük ki, həqiqətən də imtahana sayılı günlər qalır. Bu da həqiqətən də çox gec olur. Nə qədər ki, imtahan prosesinə hazırlığa daha tez başlasaq, daha tez hazırlıq prosesinə başlasaq, bir o qədər də imtahanda uğur qazanma şansımız həqiqətən də yüksək olacaq. Bunun üçün ilk addım olaraq məqsədimiz olmalıdır. Yəni, ümumiyyətcə, məqsədsiz bir işdə məqsədsiz hər hansı bir işə başlayırıqsa, bir növ uğursuz nəticələnir. Dəqiq aydın məqsədimiz olmalıdır və imtahana bir növ başlamalıyıq. Məqsədsiz imtahana başlamaq bir növ çox vaxtlar uğursuz nəticələnir. Qapalı düşüncə tərzindən uzaq durmaq lazımdır. Alınmaz, görək necə olacaq, bacarmaram. Yəni bu tip düşüncə tərzindən uzaq durmaq lazımdır. Mən bacaracam və başlayırıq daha sistemli şəkildə imtahana hazırlığa. İkinci mərhələ olaraq vaxtımızı düzgün bölüşdürməliyik. Bildiyimiz kimi sertifikasiya imtahanı verən müəllimlərin hamısı işləyən müəllimlərdir. Həm iş yorğunluğu, həm ailə problemləri, məişət problemləri, başqa problemlərlə üzləşə bilirik. Amma bəzən vaxt tapırıq, ancaq o vaxtı da düzgün dəyərləndirmirik. Yəni müəyyən sosial şəbəkələrdə, TikTok, Instagram və s. Yəni bu tip platformalarda vaxt keçiririk. Bu da bir növ bizim hazırlığımıza həqiqətən də ciddi təsir edir. Bacardığımız qədər həmən o TikTok, sosial şəbəkələrdən uzaq qalmaq lazımdır. Gün ərzində, yəni sistemli şəkildə saat yarım, 2 saat, 1 saat dərslərə vaxt ayırmaq lazımdır. Yəni hər gün bu gün oxumayım, sabah oxuyaram deyə bir şey olmasın. Yəni hər gün olaraq sistemli şəkildə saat yarım, 2 saat dərslərə vaxt ayırmaq lazımdır. Yəni məqsəd dərslərə vaxt ayırmaqdan söhbət getmir. Yəni 2 saat mən dərsə vaxt ayırıram hər gün.
həmin o vaxtı səmərəli istifadə etməkdir. Necə səmərəli istifadə etmək lazım olduğunu izah edəcəm. Dərsə fokuslanmaq, dərsə fokuslanmalıyıq. Dərs oxuyan zaman, dərs dinləyən zaman mütləq şəkildə dərsə fokuslanmaq lazımdır. Yəni mənim fikrim başqa yerdədirsə, nə qədər dərs oxuyuramsa oxuyum, mənim o yaddaşımda qalmayacaq. Mən 2 saat dərsə vaxt ayırıramsa, mən o 2 saatı gündəlik olaraq dərs oxumalıyam və oxuduğum müddət ərzində dərsə fokuslanmalıyam. Burada bir nümunə gətirəcəm sizə. Bəzən sosial şəbəkələrdə hər hansısa bir videoya rastlaşırıq. Həmin o videoya baxırıq, üstündən bir aylar keçir, kimsə həmin videonu göstərir bizə və yaxud da yenidən öz qarşımıza çıxır, video olsun, şəkil olsun və s. Yenidən həmin o video şəkil qarşımıza çıxır. Mən buna baxmışam. Yəni yadımıza düşür ki, biz buna baxmışıq nə vaxtsa. Yəni cümlə orada nə deyirlər videoda, hamısı yadımızdadır. Gör indi biz ona nə dərəcədə diqqətlə qulaq asmışıq ki, bir növ həmin orada olan videoda olan, şəkildə olan məlumatlar yaddaşımızda qalıb. Dərs oxumaq da eynidir. Biz nə qədər ki dərs oxuduğumuz zaman fikrimizi dərsə cəmləsək, yaddaşımızda daha çox qalacaq. 2 saat fikri dağınıq dərs oxumaq, bir növ yarım saat fikri bir dərsə cəmləsən, ondan qat-qat faydalıdır. Yəni yarım saat fikri bir dərsi cəmlə oxu, 2 saat fikri dağınıq şəkildə dərs oxumayın. Yəni bu ondan daha çox faydalıdır. Növbəti mərhələ düzgün resurs seçimi, resurslardan hardan istifadə etmək daha məsləhətli olar. Mən sizə məsləhət görürəm ki, metodik vəsait və dərsliklərdən istifadə edəsiniz. Bu imtahan hazırlıq prosesində metodik vəsait və dərsliklərdən. Düzdür, metodik vəsait və dərsliklərdə bizə əlavə məlumatlar da lazım olur. Misal üçün, idman oyunlarının yenilənmiş qaydalarıdır, olimpiya oyunlarıdır. Yəni burada düzdür, olimpiya oyunları metodik vəsaitlərdə var, idman oyunları metodik vəsaitlərdə var. Yenilənmiş olimpiya oyunlarıdır, idman oyunları yenilənmiş qaydalarıdır. Bu tip məlumatlar da bizə lazım olur. Bunu da harda əldə etmək olar? Rəsmi idman saytlarından, federasiyaların rəsmi saytlarından bu tip məlumatları əldə etmək olar. Burada bir məsələyə də toxunmaq istəyirəm. Hazırda bazarda təkcə bizim sahəsi, yəni fiziki tərbiyə sahəsi üzrə bir çox müəllim kitab nəşr edib buraxır. Mən özüm şəxsən də bu kitabların bəzilərinə nümunə kimi baxmışam, bəzilərinə nümunə kimi istifadə etmişəm. Bəziləri həqiqətən də dolğun, sistemli məlumatlar var. Bəziləri də baxırsan sistemsiz yazılıb. Yəni imtahana bir növ hazırlıq üçün yaranmır məlumatlar. Bəzi müəllimlərin kitablarına baxırsan ki, dolğundur, ətraflı məlumat var, sistemli şəkildə yazılıb. Burada indi sizə sual yarana bilər ki, hansı müəllimin kitabını alıb istifadə etsək daha məsləhətdir. Yəni bu barədə heç bir söz deyə bilmərəm, çünki mən özüm də kitab müəllifiyəm. Burada obyektiv qalmaq daha məsləhətdir. Sadəcə onu deyə bilərəm ki, sizə, yenə deyirəm, metodik vəsaitlər, dərsliklər və metodik vəsaitlər dərslikdə olmayan məlumatları da rəsmi idman saytlarından əldə etmək olar. Burada bir məsələyə toxunmaq istəyirəm, hörmətli müəllimlər. Son vaxtlar həqiqətən təlim, fiziki tərbiyə ixtisası üzrə təlimçilərin sayı durmadan artır. Yəni dayanmadan Instagram, TikTok, sosial şəbəkələrə daxil olursan, ancaq fiziki tərbiyə üzrə təlimçi reklamları çıxır. Ona görə sizə məsləhət verirəm ki, bu təlimi seçərkən də hansı müəllimlə hazırlaşdığımıza bir növ diqqət etdirmək lazımdır, nələrə toxunmaq lazımdır. Həmən müəllimin bir növ fəaliyyəti ilə maraqlanmaq lazımdır, nəticələri ilə maraqlanmaq lazımdır ki, müəllim nə dərəcədə uğurludur, nə dərəcədə uğursuzdur, bir növ bunları da diqqət yetirmək lazımdır. Növbəti toxunaq, imtahana hansı mövzulardan suallar düşəcək? Çərçivə sənədi təqdim olunub bizə, imtahana həmən bu gördüyümüz mövzulardan sual düşəcək ki, 50 sual düşür, qeyd etdiyimiz kimi sertifikasiya imtahanına 50 ixtisas, 10 metodik olmalı, ümumilikdə 60 sual düşür. 30 sual informasiya təlimatı nəzərliyi ilə olacaq, 20 sual da hərəkki qabiliyyətlərdən olacaq. Burada mövzuların adları verilib, informasiya təlimatı nəzərliklər, burada fiziki tərbiyə nəzəriyyəsi və metodikası, fiziki tərbiyə dərsinin təşkili keçirilməsi, sağlamlıqdır, fiziki tərbiyə fənni üzrə qiymətləndirmədir, olimpiya hərəkatıdır, idman növləridir
tarixi və oyun qaydaları, atletika, basketbol üçünsə basketboldur, voleybol, handbol, futbol, burada 8, 10 idman oyunları var. Sıra hərəkətlərdir, ilkin tibbi yardım və hərəkət qabiliyyətlərdir ki, yəni imtahana gördüyümüz bu mövzulardan sual düşəcək. Yəni çərçivə sənədi bizə təqdim olunub. Bu mövzulardan kənar suallar imtahana düşməyəcək. Yəni bacardığımız qədər bu mövzuları üstündə daha çox işləmək lazımdır. Sonunda bir şeydə diqqət bizə çatdırım ki, hörmətli müəllimlər, fiziki tərbiyə dərslərində bayaq qeyd etdiyimiz kimi daha çox praktik hissəyə yer verildiyi üçün bir çox müəllimlərin həqiqətən də nəzəri bilikləri zəif olur. Çalışaq bu dərslərdə imtahana hazırlıq ərəfəsində fiziki tərbiyə dərslərimizə nəzəri hissəyə daha çox yer verək. Yəni bir sinifə təxminən 62, 64, 68 saat dərs deyiriksə il ərzində, yəni onun bir 10-12 saatını nəzəri hissəyə ayıraq. Yəni idman oyunları qaydaları haqqında, olimpiya oyunları haqqında, hərəkət qabiliyyətləri haqqında bu şagirdləri biz məlumatlandırsaq, bizim dərslərdə məlumatlandırsaq, həm şagirdlər öyrənmiş olacaq mövzunu, həm də ki, biz müəllimlər həmən o dərsi təkrarlamış olacaq. Yəni bir sinifə 6-7 saat, 10-12 saat biz olaraq dərs nəzəri hissəyə toxunsaq, həm onlar öyrənmiş olacaq, həm də ki, bizim yaddaşımızda həmin o dərslər daha yaxşı qalacaq. Mənim sizə verdiyim məsləhətlər bu qədər, hörmətli müəllimlər. İstəsəz, verdiyim məsləhətləri hazırlıq prosesində dəyərləndirərsiniz. Sağ olun, növbəti videolarda görüşək.